Rafael İskəndərov 2000-2008-ci illər arasında çəkilən əksər komediya filmlərinin baş qəhrəmanı olmuşdu. Onun ən məşhur filmi 3 hissədən ibarət olan Məhəllədir. Adətən Rafael ənənəvi və rayonlu kişi obrazında çıxış edir. Onun davranışları tipik Azərbaycanlı ailə başçısının xüsusiyyətlərini əks etdirir. Həyat yoldaşı və övladları onun sözündən çıxmır. Bu obrazın müasir situasiyalarla üzləşməsi filmlərin əsas sujet xəttini təşkil edir. Nicat Rəhimov 2010-cu ildən bu günədək çəkilən bir çox komediya filmlərinin baş qəhrəmanıdır. O, filmlərində Şirin obrazı ilə tanınır və hazırda Şirin adlı serial Xəzər TV-də yayımlanır. Şirin Rafael obrazının yerini alsa da, tamamilə fərqli çərçivədə təqdim olunur. O, Bakının kənarında yaşayır və özünü lotu kimi göstərməyə çalışır. Rafael obrazından fərqli olaraq, Şirin ata və ailə başçısı deyil, onun varlı təbəqələrlə qarşılaşması isə filmlərin sujetini formalaşdırır. Rafael və Nicat öz dövrlərinin gəncliyini və həyat tərzini əks etdirirlər. Bu iki obrazın xüsusiyyətlərindəki dəyişikliklər Azərbaycanda nəsillər arası çevrilmənin göstəricisidir.